Allahla aranda münasibət olmalıdır. Gözəl münasibət, yaxşı münasibət. Hər şeyi Allah üçün eləməlisən. İnsanlara fikir verməməlisən. Hətta sənə düşmənçilik eləsələr belə, fikir verməməlisən. Allaha buraxmalısan. Çünki gizlini bilir. Sənə edilən zülmü bilir. Ucatmaq da onun əlindədir, alçatmaq da onun əlindədir. Necə ki Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurmur. Necə ki Allah buyurur: "Tu'izzu men teşâ və tuzillu men teşâ." İstədiyini izzətli edən odur, istədiyini alçaldan odur. İzzət də onun əlindədir, əziz qardaşım. İzzət onun əlindədir. İzzətli olmaq istəyirsən, o səni izzətli edəcək. Yəni hörmətli edəcək də. Sən məsələn məscid cəmaatının içində istəyirsən ki, hörmətli olasan, hamı səni hörmət eləsin, hamı səni saysın və s. və s. Quruqun olsun, filan kəslə görüşdüm, filan kəs nə bilim belə tanınır məsələn, güclü adamdır və s. idmançı adamdır, yəni pullu adamdır. Onunla gəlib görürsən ki, səni kənardan görsünlər ki, bundandır ki, izzəti onda axtarırsan, bədbaxt. Düz demirəm, yəni görüşmək lazımdır, qardaşdır. Prosta sən əgər niyyətin belədirsə, vallahi var sənin halına.